Məsi başın dərisinə çəkmək vacib deyil. Tüklərin üzərinə belə çəksək kifayət eləyər. Amma bir mühüm məsələni qeyd eləyək ki, saçı çox olan insanlar ki var, saçını daradığı zaman üzünə tökülən insanlar. Onlar nə etməlidir? Onlar amma mütləq suyu tükün dibinə və yaxud da ki, saçı ayırmalıdır, onu dəriyə çatdırmalıdır suyu. Başa məs etdikdən sonra keçirik ayaqların üzərinə məsəh. Yenə əlin içində qalan nəmlik ilə etməliyik. Yəni, yenə qıraqdan su alaq. Bu neyniyər? Dəstəmazı batil eləyər. Sağ əlin avucunun içi ilə birinci sağ ayaq məs edilər. Ondan sonra sol əlin içi ilə sol ayağın üzərinə məs çəkilməlidir. Qeyd eləyək ki, məs yerləri mütləq quru olmalıdır. İstər saç olsun, istər ayaq olsun. Əgər nəmlik o qədər az ola ki, əlin suyu ondan çox ola, o problem eləməz. Amma nəmlik çox olsa və əlin suyu ora qarışıb aradan getsə, o neyniyər? Dəstəmazı batil eləyər.